Əhl-i Beyt əleyhimussalam dininə görə ümməti haqq və hidayət yoluna aparan məsum bir şəxsin olması zəruridir. Hər önə çıxan adam yox, yalnız 12 nəfər. Mənlə birlikdə bax. Səhih Müslim, İmam Nəvəvinin şərhi ilə 12-ci cilddə. Cabir ibn Səmurə deyir, atamla birlikdə Peyğəmbərin yanına daxil oldum və ondan eşitdim ki, buyurdu. Bu iş, yəni xilafət, onların içində 12 xəlifə keçməyincə sona çatmaz. Hamısı Qureyşdəndir. Bu 12 xəlifəni kim təyin edib? İnsanlar mı? Əsla. Onları təyin edən uca Allahdır. Yenə bax, Sahih Əl-Buxari, Məhəmməd ibn İsmail Buxari, Fars əsilli. Əbu Səid Əl-Xudridən rəvayət olunur ki, Peyğəmbər buyurdu. Allah heç bir Peyğəmbər göndərməyib və heç bir xəlifə canişin təyin etməyib ki, onun iki yaxın çevrəsi olmasın. Biri ona yaxşılığı əmr edib təşviq edər, digəri isə ona pisliyi əmr edib təşviq edər. Deməli, xəlifəni yer üzündə təyin edən Allahdır, insanlar yox. Əgər belədirsə, bu 12 xəlifəni yer üzündə təyin edən də Allahdır. Bəs səqifədə təyin olunan dəstə, onları Allah mı təyin etmişdi? Əsla. Əbu Bəkrin beyəti fələtə, yəni tələsik və qəfil işidir və Allah onun şərrindən qorudu. Ömər belə demişdir. Bax, Səhih Əl-Buxari, hədis 6830. Uzun hədisdir, şahid olan hissə. Ömər deyir, mənə çatdı ki, sizdən biri deyir, vallahi, əgər Ömər ölsə, filankəsi beyyət edəcəm. Burada nəzərdə tutulan Əli ibn Əbi Talibdir əleyhissalam. Heç kəs aldanmasın ki, desin, Əbu Bəkrin beyyəti sadəcə fələtə idi və keçdi. Bilin ki, o həqiqətən belə idi, lakin Allah onun şərrindən qorudu. Beləliklə, Əbu Bəkrin beyyəti Ömərin ifadəsi ilə fələtə və təhlükəli bir iş idi. Məgər mümkündürmü ki, Allahın təyin etdiyi xilasət haqqında Ömər onu fələtə və şər kimi ifadə etsin? Bəs Ömər onu Allah təyin etmişdi. Xeyr, onu ölümündən əvvəl Əbu Bəkir özü canişin təyin etdi. Hətta bunu yazan katib əvvəlcə səhvən Osman yazmışdı. İnsanlar etiraz edirdilər, bizə Öməri xəlifə təyin edirsən, o sərt və kobuddur. Rəbbinlə qarşılaşanda ona nə deyəcəksən ki, bizə Öməri təyin etdin? Əgər Ömər Allahın təyin etdiyi 12 xəlifədən idisə, insanların ona etiraz etməsi məntiqlidirmi? Həmçinin Osman, onu kim təyin etdi? Ömər 6 nəfərlik şura quraraq və xilafəti nəticədə Osmana yönləndirəcək şəkildə. Deməli, bunlar kreslo və hakimiyyət sahibləri olan bir dəstə idi. Onları nə Allah, nə də Allahın rəsulu təyin etmişdi.